İşgaldan azad olmuş. Который связан с... Qarabağ Azərbaycanın cənub-qərbində yerləşən tarixi və coğrafi bölgələrdən biridir. Bölgədə mərkəzi şəhər Şuşadır. Qarabağın zəngin təbiəti, saf havası və gözəl mənzərələri ilə tanınır. Burada çoxlu dağlar, meşələr və çaylar mövcuddur. Qarabağ Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biridir. Burada ən məşhur Karı Bülbülü bitir və o Qarabağın rəmzidir. Şuşa şəhəri Qafqazın konservatoriyası adlandırıldı. Çünki bir çox musiqiçilər və şairlər buradan çıxmışdır. Xurşidbanu Natəvan və Üzeyir Hacıbəyli uşaqlığı və cavanlığı bu ərazidə keçirmiş. Kimi məşhurlar Qarabağın yetirməsidir. Qarabağın xalçaları bütün dünyada məşhurdur. Qarabağ Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Burada keçmişdəki bəri kəndlər təsərrüfatı və maldarlıq inkişaf etmişdir. 1988-ci ildə başlayaraq bölgə münaqişələrə məruz qaldı və 1990-cı illərdə Qarabağın böyük bir hissəsi işğal olundu. 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımız azad edildi. Prezident İlham Əliyevin başçılığı sayəsində Azərbaycan ordusu böyük bir qələbə qazandı və Şuşa 8 noyabr 2020-ci ildə azad edildi. Bu gün qələbə günü kimi qeyd olunur. Qarabağda artıq bərpa və quruculuq işləri aparılır. Burada qaçqınlar və məcburilər öz doğma yurdlarına geri dönürlər və Qarabağ Azərbaycanda turizmin və mədəniyyət mərkəzlərinə çevrilir. Burada mədəniyyət mərkəzlərinə çevrilir. Bu torpaqlar Azərbaycanındır. qürur mənbəyidir. Və mədəniyyət və əbədi olaraq Azərbaycanıdır. Vətən müharibəsində biz qələbə qazandık. Bugün anım günüdür, qəhrəmanlara anlıq. Tarix yazı igidlər, hamısı əzizimizdir. 44 günlük müharibə şanlı tariximizdir. Yenə candan can ayrıldı. Şəhidin var Azərbaycan, vətən sağ olsun deyə igidin var Azərbaycan. Bu torpağa qan tökmüş, şəhid bilib diz çökmüş. Sanmasınlar biz ölmüşük, igidin var Azərbaycan. Şimdi şəhidlər ölüb yalandır. Şəhidlər torpağa yeni can verir. İllərdir yalanı idi Qarabağ. Şəhidlər, qazilər ona qan verir. Hayır canlı yana gözüm yaşınıdır. Neçə sənət verildim ağladım. Soyuşmayın niyə gözüm yaşınıdır. Mən şəhidim, aynı dedim ağladım. Şəhidin adını ucuz tutmayın. Öldülər sözünü gülə almayın. Onlar yaşayırsa siz unutmayın. Adını tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər. Allah şəhidlərindən rəhmət eləsin. Neçə ağzım qalır gəlir, neçə bilək sənsizləşdir. Heç artırmayacaq çünki şəkli daş üstündə dilləşdir.
Qoparmayın şəhid adını yararına, düşmənlər duymasın bu fəryadını. Bir-birini sevinim, ya ağlayınız adını tarixlərə yazdı şəhidlər. Haqqın dərgahına qalxdı şəhidlər.